Belə də ermənilər o vaxtı belə şeylər edirlər. Müharibəyə, cəmiyyəti qırğına veriblər. Belə bildikdə. 1991-93-cü illər ərzində olub. İndiki Azərbaycanda soyqırımıdır. Qurbanlar təxminən olan sayı barəsində. Bildiyimə görə deyəsən 30 mindir. Vəhşicəsinə Rus əsgərləri gəldi. Basdı adamlar ya, hamısı silahları vurdu. Salyanskıda ateşler açırdılar, güllələr. Heç o güllələri hücumurdu. Bir hissəsi böyle güllələr atırdılar. Dağıtdılar Azərbaycanın hamısını. Sərhat çox baş verir. Ne bileyim şey partide, metro parti yoksa metroda şey olup, partlayış olup ne oluptu? Танки зашли в город, люди под них ложились, чтобы останавливаться. И в честь этого метростанцию построили, в основном это. Vallahi mən qonağam, mən bu gün 2 günlük qonaq gəlmişəm. Mən heç bura, səndən buraları yaxşı da tanımır. 20 yanvar faciəsi bizim bütün xalqımızın faciəsidir. Qan yaddaşımızdır. Və hər dəfə mən o şəhidlər xiyabanından keçəndə radionun səsini azaldıb, onlara həmişə fatih verirəm. Nə faciəsi olasıdır? Xalq birləşib bütün Erməniyə alt üst eləməlidir. Söktarı getdi. Erməniyə yalvarmaqla deyil. Heç. 20 yanvar Azərbaycan dövlətinin ən ağır günlərindən biridir. Onu qeyd eləmək mümkün deyil. Hər bir bayramı qeyd edək ki, onu da təntənəli surətdə qeyd eləməliyik. Bu bizim qan yaddaşımıza yazılmış bir tarixdir. O 20 yanvarda mən olmuşam 94'te gəlmişəm mən bura şah vaxtı. Mən mənə yazma gəlməz o. Hal-hazırda yadımda deyil, amma ki var idi 2 nəfər. Ər-arvad Fəridə və İlham və Fəridə. Unutmalı bir gün deyil. Hər kəs bu günü yadda saxlamalıdır. 2-3 gün sonra 20-25 ili qeyd olunacaqdır. Xalqımız üçün qara gün olsa da fəxr edəsi bir gündür. Valla biz Kəlbəcərdə olmuşuq. Ancaq Kəlbəcərdə eşitdik. Nə eşitdiniz? Belə də çətinlik, pis gün. 19 gecə başlayıb 20-sinə keçən gecə. 366-cı motor alay deyəsən kömək oldu. Yoxsa o Xocalda bəlkə səhv eləyəm deyəməm. Amma mən bilən elədim. İlhamla Fərizənin öldüyü gündür. Salatının öldüyü gündür. 20 yanvarda bir çox şəhid olublar da. 20 yanvar faciəsi. Demək olar faciə idi. 20 yanvar faciəsi ilə bağlı Rus ordusu bizim şəhərimizə hücum etmişdir və çox saylı vətəndaşlarımızı öldürmüşdür. Yəni o gün bizim tariximizə çox qanlı hərflərlə yazılmışdı. Yəni onu unutmamaq lazımdır. Yadıma işlə düşməli. Çox sağ ol. Hadisinə bağlı nə bilirsən? Nə bilirəm? 20 yanvarda müsibət olub da. Tarix təxminən necə? 20 yanvar 19-undan 20-sinə keçən gün. Rus qoşunu hücum etdi. Hara? Bakıya. 1990-cı illərdə olub, amma ayın tarixi onu mən yalan deyirəm, yadımdan çıxıb. Amma 90-92-ci ildə olub. Elə yaralı yerimizdə tıxınırkən, ta heç deyiləsi deyil. O heç vaxt ömrümüz boyu yaddan çıxmaz. Heç bir vaxt. Həmən gecə çox böyük faciə yaşadı Azərbaycan. Çox böyük. Allah ləhnət eləsin yamanlara bala. 1992-ci ildə baş verib, SSR-nin dağılması ilə bağlıdır. 20 yanvar hadisəsi yanvar ayının 19-20-sinə keçən gecə 1990-cı ildə Rus qoşunlarının Qızıl Ordu adı ilə tanınır. Azərbaycana səbəbsiz yerə belə desək, hansısa bir siyasi qurmanın nəticəsində Azərbaycana gəliblər və küçədə evindən çıxan əliyalın və heç bir silahla vasitələnməmiş, heç bir silahlı qüvvəsi olmayan insanları səbəbsiz yerə qurban götürüblər. Yəni bu həminki dövrdə 90-cı illərin əvvəlində Azərbaycana qarşı keçirilən iş təxribatı idi. Bu yaxınlarda YouTubedansa bir xəbər kanalından gördüm, müsahibə alırlar. Xocalı faciəsində 20 yanvarda məlumat alırlar. 26 fevral 1992-ci ildə nə hadisə olduğunu soruşurlar, deyir 20 yanvar olmalıdır deyəsən. Xalqımızın böyük faciəsidir də.
Bakıya olan təcavüz. Yəni bu qədər. Neçənci illərdə qurbanlar? Neçənci illərdə olub? 1992-də olub. 1990 ya da 92-də olub. İkisindən biri deyəsən. 1990-cı ildə baş verib. 19 yanvar 20-sinə keçən gecə. Hər il 20 yanvar gələndə mən onlarla bərabər ölüb dirilirəm. Vəssalam, sözüm budur. 1990-cı ildə 20 yanvar günündə Sovet ordusu Bakıya hücum etdi. Həmin hadisə nəticəsində Bakıda 131 nəfər öldü, 744 nəfər yaralandı, 4 nəfər də itkin düşüb.